Mehman bəy, siz şamlar haqqında, xüsusən də fal şamları ilə bağlı çox danışırsınız və sizin hər Reels videonuzdan sonra bu işlə məşğul olanlar davamlı olaraq təzyiq eləyir, yazır ki, bizim çörəyimizə bais olursunuz. Ümumiyyətlə, fal şamları ilə baxmaq, almaq düzgündürmü? Mən insanlara birinci növbədə demək istəyirəm ki, hər şeyi Allahdan istəyin. Allah Taala sevdiyi bəndəsin hər zaman imtahana çəkdirə bilər. Ailəsinə də, uşağıyla da. Valla mən sizə deyim ki, bəzi o şam satanlar var ki, mən buradan insanlara demək istəyirəm ki, onların qurbanı olmayın. Şam ilə insana ruzu gəlməz. Şam ilə insana heç bir şey alınmaz. Onlar bugünkü gündə bunu insanlara çatdırmaq istəyirəm ki, bunlar sabundan hazırlanır. Mumdan və sabundan hazırlanır. Siz bu insanların qurbanı olmayın. 3 manatlıq şamı, 2 manatlıq şamı, o mənəm deyən o ekstrasenslər var, 3 manatlıqlar. 500-600 manata satır. Yalandan deyir ki, bağlıq, şamla bağlıq olar. Ay qardaş, sən şam satmırsan, yaxşı ekstrasenslər, mən səhvəm. Mənim dilimi nə olar bağla da, bir dənə dilimi hələ bir cadu elə ki, mənim dilim bağlansın. Mən şamlardan, açıq deyim, 25 min ziyana düşdüm. O şamlara mən belə bir adamam ki, mən məsələn bu telefonu alıramsa, birinci özüm yoxlayıram ki, səhərsi gün problem olmasın. Bu şamlardan mən ziyanlıq çəkmişəm. Yeganə ekstrasensəm ki, bunu insanlara deyirəm ki, şamlar bugünkü gündə qurbanı olmayın. Şamlar bəli, sizin ruzunuzu çəkə bilər. Şamlar sizi cinləri musallat eləyə bilər. Şamlar sizin ruzunuzu dağıdar. Ailəvizi dağıdar, bəli. Çünki şamlar iblisin yolu ilə hazırlanan bir şeylərdir. Və bu iblis nə? İblisdə olan şamlar, bəzi o maşinik ekstrasenslər cinlərlə işlədiyi üçün insanları aldadırlar və pullarını yeyirlər. Mənim deməyim odur ki, şamlara aldanmayın. Şamlar insanın yolunu bağlayar. O 28-də o 3 manatlıq o falçılar var, yalandan şam satırlar. Mən demirəm, kilsədə yandırılan şamlar niyyət şamlardır. Halbuki o 3 manatlıq o satan şamlarla kilsədə yandırılan şamları qoysaq, inanın Allaha deyirəm, görün nə qədər fərq olar. Mənim buradan insanlara deməyim odur ki, özünüzə yazığınız gəlsin. Özünə hörmət eləməyən insanlar bugünkü gündə şam yandırar. Özünüzə hörmət eləyin ki, valla yolunuzu bağlı. Mən nə deməkdir? Mən kimisə çörəyinə bais olmuram. Düz danışan, hər zaman bunu bilin ki, düz danışan insanı həmişə yıxmaq istəyiblər. Məsləhət sizindir.